أذقنا الناس رحمة من بعد ضراء مستهم إذا لكم مكر في آياتنا قل الله أكبر مكرا إن رسلنا يكتبون ما تمكرون والذي يسيركم في البر والبحر حتى إذا كنتم في الفلك وجرين بهم بريح طيبة ففرحوا بها جاءتها ريح عاصف وجاءكم الموت من كل مكان وظنوا أنكم أحيط بهم دعوا الله مخلصين له الدين لئن أنجيتنا من هذه لنكونن من الشاكرين فلما أنجاكم إذا هم يبغون في الأرض بغير الحق يا أيها الناس إنما بغيكم على أنفسكم متاع الحياة الدنيا ثم إلينا مرجعكم فننبئكم بما كنتم تعملون إنما مثل الحياة الدنيا كماء أنزلناه من السماء فاختلط به نبات الأرض مما يأكل الناس والأنعام حتى إذا أخذت الأرض زخرفها وزينت فظن أهلها أنهم قادرون عليها أتاها أمرنا ليلا أو نهارا فجعلناها حصيدا كأن لم تغن بالأمس كذلك نفصل الآيات لقوم يتفكرون الله يدعو إلى دار السلام ويهدي من يشاء إلى صراط مستقيم صدق الله العلي العظيم بسم الله الرحمن الرحیم و به نستعین لا حول ولا قوة الا بالله العلی العظیم 21 دی ماه 89 سوره مبارکه یونس علیه السلام آیه 21 به بعد. اعوذ بالله من الشیطان الرجیم و اذا اذقنا الناس رحمة من بعد ضراء مستهم اذا لهم مکر فی آیاتنا قل الله اسرع مکرا ان رسلنا یکتبون ما تمکرون. قبل از اینکه آیات او صفنن توضیحین ارزلیم در مقدمه ارزلیزم خواهشیم به مقدمه توسلیون الحمدلله اغلب دوستlar توسلیله dikkatliler ama bazı افراد جز bu tercümeler ayrı bizzat bu dersattan yadlarında saxlamırlar. Tövzihatımızın çoxu uçsuz gedi. Əlbəttə olar ki, impitirlər var. Bu an ki, bu impitirlər mənim canımın düşmənidir. Vəli çox söyürük bir cəhətdən, xahiş edirik ki, impitir çox olsun. Bunlarda bir qalı, həsədə bir dəfə də qulasım olur. Xahiş edirəm bu müqəddəmata, bu tövziyata da təvəccüh olsun
Çünki bu tərcümələrlə çox elə var da, hamının evində bu tərcümələr var. Benüdrəs biz məsələn deyirik ki, o tərcümədə biz təğyirat veririk. O da təğyirat deyil, əlbəttə əsas təğyirat deyil ki, elə bu tərcümələr qədimdə, o zamandan ki, mod olub Quranın tərcüməsi, hamı öyrəşir, hamı bilir. Mühim bu toziyatdır. Bənabərin xahiş edirəm bu toziyata təvəssül olsun. Bir müqəddəmə ərz edəcəm. O müqəddəmənin də özünün də bir müqəddəməsi var. Əvvəl müqəddəmə təvəccüh buyursun. O müqəddəmə budur ki, əlhəmdülillah indi hamı aşinadır. Görürsünüz ki, televizyonda, gahdan, ruznamələrdə, məcəllatda bir işlər görürlər ki, onlar bağış olur ki, insanın ittilatı çoxalsın. Əz cümlə o işlərdən bəzi məsaildə, bəzi zəminlərdə mod eləyiblər nəqd eləyirlər. Və nəqdlərdən də biri də nəqd filmidir. Mənzurum o filmi nəqd eləməkdir. Əgər bir nəfər təvəccüh eləməyib, bundan mənə gəlsin təvəccüh eləsin. Əlbəttə, mənə çox az rast gəlir, mən heç televizyona vaxtım olmayıb baxam. Narahatam, pəşimanam, kaş ola. Amma sabıqda görmüşəm ki, filmi nəqd edirlər. Yəni ki, bəzi seminarlarda bir seri əfrada caizələr verirlər hünərməndilərə. Müxtəlif hünərlərdən adaparlar ki, o da heç bilməyib, bunlar nə mənədir. Məsələn, der zəmini ilə film, sinema, əcibə bir hünərlər var ki, biz onlardan xəbərimiz yoxdur. Biz, məsələn, bir filmə baxıyıq. Filmi, məsələn, indi Muxtarnamə ki, mən əslən görməmişəm, heç bir saniyə də görməmişəm, amma biləyəm, filmə Muxtarnamə pəxş olur. Bir gün olacaq o filmə Muxtarnaməni nəqd eləyəcəklər və neçə nəfərə mütməinnəm ki, o da caizə verəcəklər. O caizə verəndə biz taza mütəəssir olacaq ki, bu filmi namədə, bu filmdə bunlar da varmış ha. Biz baxıyıq, baxanlar əğləb elə zahir filmə baxırlar. Mən özüm dozuyam, zahir filmə baxıyıq. Amma bu filmi ki görsədik, orada dəhha boğdudan, dəhha zaviyədən əfrad, hər kəs öz təxəssüsünə o filmə baxırlar. Nəqd edirlər. Bir də deyir ki, bəli, mən bu filmə baxdım, hünər pişələri, bazigərlər çox yaxşı idi. Məsələn, dərəcə-یک bazigərlərdən istifadə olunmuşdur. Bu iki, bir filmdə dərəcə-یک bazigərlərdən istifadə olunan, o elə dəlil bər o əzəmət o filmidir. Mümkünü bir dəfədə deyil, neçə nəfədə zəif idi, biz zəifdən də tapırlar. Bir nəfər gəlir, deyir ki, bu film, məsələn, iradın ya hüsnün deyil, məsələn, əz rahi, məsələn, kargərdani. Deyim, o kargərdanlıq, məsələn, beləymiş, yaxşıymış, yaxşıymış, kargərdanlıq zaviyəsindən baxır, kargərdana razı bir izah nəzər eləyir. Görürsən, bir nəfərdə gəlir, deyir ki, buna əzrah sədabərdari izah nəzər eləyir, sədabərdar, yaxşıymış, yaxşıymış. Bir nəfər gəlir, əz didgah filmbərdari. Bir nəfər gəlir, əz nahi sədaquzari. Bir sədaqbərdari var, bir sədaquzari var. Heç bizdə fərq eləməyək, sədaqbərdari nə mənədir, sədaquzari nə mənədir? Amma orada fərq eləyir. Hələ mən bir ikisini bu cür aşidəyəm, hələ gələ görsən ki, o filmdə dəhha, sədha, boğdu var. Hərə bir didqahdan. Onda adam başa düşür ki, baba, bu filmdə nələr varmış. Barha mən görmüşəm, seriyalə baxmışıq. Elə gör ki, indi nə deyəcək, o, məsələn, müntəzi bir gülməli bir sözünü gülər, məsələn. Ya görək bu filmdə bir həkimanə bir sözü ona. Ya qəziyə nə mənədir? Hərə bir zadı təqib eləyir. Hərə bir şey filmdə təqib eləyir. Bəzi əfrad neçə zadı təqib elə. Bəzi əfradın neçə gözü var.
neçə qulağı o filmə baxır. O əfradın bəstəciyi var təxəssüsünə. Bir var ki, bu filmə adi adam baxa, bir var mütəxəssis adam baxa. Mütəxəssislər çoxaldıqca o vaxt izhar nəzərlər çoxalır və didgahlar çoxalır. Bir də filmə razı. Görürsən ki, bəzi filmlər bərəndə olur, caizə aparır به خاطر کارگردانی خوب. بعض فیلمler جایزه aparır به خاطر مثلا صدا برداری خوب یا صداگذاری خوب. بعض فیلمler جایزه aparır به خاطر نورپردازی. Çok acayip bir sektör var. Şimdi ben bu toziyimden sonra bundan bu yana filmin nəzdə qoyanda hər kəsi necə təvəccüh eləməyib, təvəccüh eləsin, görsün nə aləm nə var. Bu bir nümunə, bu piş müqəddəmə idi. Ki mən bugünkü tozyihatıma bir müqəddəmə deyəcəm. Bu piş müqəddəmə. Gecə saat 12-də bu deyil əslində bu. Getdi yox. Keçən dəfə dedik ki, tez başlayaq, tez qutayaq. O ciddi deyildi. Çünki o anaya gəldi, heç özü də gəldi. Hələ aya xərratından da at gəldi. İstəm zəbt olur. Deyir ki, bir də dostlar, əzim aya xərratından deyil, tez başlayaq, tez qutayaq, özü də yoxdur. Ay anay. Allah salamat eləsin. Amma müqəddəmə. O müqəddəmə budur ki, ağlar biz ki, oxuyuruq bu Qur'anı, səfatın vərəq vuruyor. Ki, həmişə həvasımız cəm olar ki, görək burada deyirlər Qur'an mucizədir, o Qur'anın ecazı da roşən olur yaxı, bir gözə dəri yaxı. İnşallah bircə oxuyaq ki, deyəndə ki, Qur'an mucizədir, lağal bir miqdar, bir cüz'i az o mucizat-ı Qur'an dərk eləyə bilər. Dərkin də faydası bizə bu olur ki, imanımız çox olacaq. İmanımız da var, Allah tərəfindən gəlir. Amma imanımız dərəcə və dərəcə çoxalar. Hər nə miqdar və raz-ı ecaz və cəmbəhay ecaz və vücuh ecazı Qurana təvəccüh etsək, imanımız o miqdar çoxalacaq və savabımız çoxalacaq. Çünki burada biz neçə iş istəyib görək. Bir də istəyib savab aparaq. Bekar deyirik ki, cəb oturmuşuq bir daha. İndi bizim taylarımız qəhvəxanalarda qəlyan çəkir. Filmləyə baxırlar, indi futbola baxırlar. Müxtəlif işlər görə biz oradan əl çəkmişik, ləzzətdən gəlib bu da əvvəl savab qoyaq. Ondan sonra məlumat filan və ayrı bir məsələ. Bəlkə ki, savabımız da çoxalsın, ittiratımız da çoxalsın, bəzi adlarda bir işə təvəccüh eləyək. İndi deyirlər, Qur'an mucizədir, düz deyirlər. Yəqin eləmişik, dəlal varmış, Qur'an mucizədir. Müxtəlif cəhətlərdən Qur'an mucizədir. Qur'anın şahıslərin cəmbi ecazı bu ilə məşhurdur. Mən o zaman heç hanəzə eləməyəm ki, fəsahat və bəlağət. Bu da yerində. İndi bu fəsahat və bəlağət sahəb-i sahədir. Qur'an از دهها وجه از دهها دیدگاه از دهها زاviyə necə o hünərməndilər insan seyirlər filmi müərdində indi Quranda o cür müxtəlif hünərməndilər gəlib didiqah baxırlar Qurana razı insana seyirlər deyirlər bu cəhətdən indi o filmi də məsələn 2 boğdudan 3 boğdudan bərəndə olar heç moqə bir dənə film olmayıb ki dünyada bəşəriyyət ki filmi icad edir məsələn az tamam əbad buna cayizə versinlər bəzi cəmbələrində cayizə verirlər amma iddia budur Quran müərdində və bizim də yəqinimiz var bu iddiaya ki Quran az tamamiyə əbadi ki qabil tərhidə mucizədir o yerində indi o əbadın bir fəsahat və bəlağətdir indi o fəsahat və bəlağət sahəb-i sahədir pərdə və pərdədir pərdəni də o adam mütəəssir olar ki bilə musiqi yana mənə musiqi pərdə olar qam be qam olar indi o pərdələrdən biri Quranda təsvirgəridir
شایلیه قرآن که از جهت و از بعد و از وجه فصاحت و بلاغت معجزه او فصاحت و بلاغتین بی ساحته بی بعد و تصویر جریده تصویر جری یا نه خب تصویر جری یعنی قرآن eliye bili mesaili bir cür nəqqaşısın çəksin, tablo eləsin. Mətalibi bir cür bəyanlı ki, o mətalibi eləyə bilərsən ki, ondan filmi düzəldəsən, hər səhnəsin. Bilməyəm, ağalar görüblər bu kitabı yox. Bəzi kitablar var ki, o kitabda bir mətləb yazar. Sonra güya ki, o mətləbə razı, o kitabın o bir səfəsində bir tablo var. Əgər görmürsünüz, görün. İndi mən deyirəm, bir kitab var, be namı Komodiye İlahi Dante. Dante bir böyük şairdir. Fransəvili. Məsihi ədibə bir şəxsidir. Be طور خیالی سفر eləyib behişdə, cəhənnəmə, bərzəxə. Çünki Məsihidir, o təlimat-ı Məsihiyyət seyr eləyib. Ki bu kitabı yazıb, səfərnamədir, Komodi İlahi. Səfərnamə, da səfər xiyali. Zehnində oturub, o təvəssüb ittilatı. Görəcəm, gələn dəfə neçə nəfər əlində Komodi İlahi var, ha? Alıb gəlir, deyə oxuyacaq. Bu Komodi İlahi bazarda da var. Mütəəssifانه şah zamanı bunu bir nəfər tərcümə edib ki, Bahaidir. Şücaəddin Şəfa. Şahın, Fərəhin vəzir dəftəri nə idi? Şahın dəvənin mühim məqamı vardır. Şücaəddin Şəfa. Zidd-i Qur'an, Zidd-i İslam, Zidd-i İslam'a razı kitap yazıb. Amma o tərcüməsi şahkardır. Bu kitabdan. Xoşbəxtənə əxirən bu Bahain çox gözəl tərcümə edib. Elə indi mənim evimdə də o kitab var, bizdə də var. Bəli, sonradan bir nəfər tərcümə edib. O Şücaəddin Şəfanın tərcüməsində, şayad bu biz tərcümələrdə də olan. Əsl kitabı da mən görmüşəm, İngilizcə tərcüməsində görmüşəm, baxmışam, üzü qoymuşam. İndi ki, bu gedib mətalib yazır, təqribən hər dəfə ki, o tərsim eləyir sözlərlə o səhnələri ki, behişdən mülaqatı, behişdən görür. Məsələn, zehnində ki, behişdə, məsələn, bir dənə behiştinin halatını orada tövsif eləyir. Onu sonra nəqqaşlar oturublar, o səhnə nəqqaşını çəkiblər. O kitabda çap olub. Orada məsələn, iki behişli bir-birlə danışır, behişli iki bir-birlə danışır, catanında fəş tablolar, bir nəqqaş çəkilər, səhnələr yaradırlar da. Ki, bunlar bir mərtəbə, zəif yaz o məsələdir. O kitabda mürəttəb tablodur. Vərəq vurursan, əslən bir nəfər fəqət onun tablolarına baxa. Heç oxumuyor. O qədər cəlibdir ki, mən bir dəfə mən mühəssir idim bu kitabı almışdım, oxurdum, kitabxanadan, gətirmişdim, mən böyük valdan baxırdım, keyf edirdim, nə qəşək, əslilər var bunu. Elə əslilər cəlibdir, hələ mətalib. Xulası. O kitab دیگه عجیبه bir kitabdır. Binə یکی از شاهکارهای ədəbiyyat کره زمینdir. Komodi İlahi. خب این رو bir dəfə oxusa deyirlər ki, bu neçə cəhətdən şahkardır. Bir də az ləhaz təsvircəri. Eyniyyət verir, təcəssüm edir. Mətləbi bircə tövsif edir ki, adam eləyə bilir onu bircə tablo yaratsın. Sonra onu film eləsin, sonra nümayişnamə düzəlsin. Qur'anda da bu cürdür. Qur'an da bu boğdudan şahkardır. Qur'an az nəzərə fəsad və bəlağət şahkardır. Fəsad və bəlağətin bir mərhələsi təsvircəridir. Yəni, mətləbi bir bəyan edir ki, mücəssəm edir. Adam elə bir göz qabağında görüyor onu. Xoş, indi bugünkü bu dərsimizdə iki dənə böyük tablo var. Şimdi, nəqqaş istəyəm, mahir, hünərmənd istəyəm ki, onları tablo eləyəm ki, çəkə. Nəyə ki, aləm İslamda nəqqaşı ilə, müzəssəmə sazı ilə tündü bərxurd olunub, bu hünərlər İranda, aləm İslamda rüşd eləməyib, mütəəssəfanə.
Mərhum İmam Xümeyni bir qədəmləri götdü, sonradan geçlicələ qoymurlar. Geçlicələ qoysaydılar, İmam Xümeyni çox işlər görərdi. Həman ki ilə şətrəncidə gördünüz, qoymaydılar. Çoxlu zatda elə indisi də nə qırırlar? Ki, nəqqaşı necə həram olar? Mücəssəmə sazicə niyə həram olar? Vaxtı ki, eləyə biləsən, Quran vəsiləsindən xidmət eləsən Qurana və çox cəlibdir. İndi bugünkü dərsimizdə ki, Surə-i Məkkidir. Surə-i Məkkidə fəsahət və bəlağət, ovcudadır nisbət və mədəni surələrə 2 dənə gözəl, əcib, binəzir tablo var. Ki, İncildə də bu tablolardan var. İncili də bu təsvir ediblər. Hər səfəsi neçə dənə təsvirə təbdir ediblər. Təsviri یک insan فراموشکار bugünkü burada. Bir de təsvir dünya. Zindeci dünyanın isi əksin təkə. Bir 2 dənə təsviri bu səfər bizdən eləyəcək. Təbyin edəcək, tozih verəcək. Təsviri insan-ı fəramuşkar. İnsan-ı fəramuşkarın istəsək əks. Məsələn, bir dənə Göbsüzdə furuşkarada bir tablo var. Bir dənə əksi səcib, nəqd-i furuşu, nisye furuş. Aqibət-i nəqd-i furuşi, aqibət-i nisye furuşi nəzirdə görsənir. O calibdir də, o təsvir. Yəni 2 dənə xəttin, 3 dənə bizdadır, bir dünya söz deyil. Quran da indi burada bizə təsvir və bu bir dənə mucizədir, ecazdır. Qalıb o fərdin düşünmana, düşüncana və bu hünərməndiliyən ki, bunu nəzir doğrulda və müfəssir bunlar nəzir doğrulda. Bəzi müfəssirlər ki, əzbix, ərəbən, əslən bu cümlələri dərk eləmirlər. Der vaqı bunlar sənət oğrusudurlar. Sənət oğrusu. Var olu bir ərsələr ki, bu təvanında deyil. Amma bəzi eləyə bilirlər bunlar bir miqdar bəyan eləyərlər. Nisbi səfər təsvir və tabloy insan fəramuşkar. Nisbi səfərdə təsvir zindəci. İndi o insan fəramuşkarı oxuyuq. Başlayırıq. Bismillahirrahmanirrahim. Əuzu billahi minəşşeytanirracim. Səylin zehninizdə mücəssəm eləyəsiniz, bizə bir tablo görüyoruz. Mən der vaxt istəyim bir tablo sizə şərh verəm. Elə bir durmuşuq bir dənə böyük nümayişgahda, calib, bir nəzir nümayişgahda, bir dərəzi, hünərmənd, bir dənə tablo sizə tozih vereyim. Bəli. Ondan balatır. Və eza, yəni hər qah, indi siz dayanırsınız, baxarsınız. Əzəqnən nasə, nas, əliflamı var. Nas yəni mərdum. Da mərdumu hamı tanır da. Baxın, mən təsvir eləyəm ha. Mən də bizlərə, mən əslində qarşım yoxdur da, səyləm bizlərə yavaş-yavaş bir dənə tablo çəkəyəm sizə. Ala, mərdumu hamı tanır. Nasdan söhbət eləyəndə bir nəfər cicərməz, Allah, görəsən nə mənə deyil. Nas da vazihətərin kələmatı Qurandandır. Bu vazihətərin kələmatı Qurana gəlib bir dənə əliflam yapışdır. Deyir ki, bir gruhi از خاصی از مردم توی پرانتز مردم فراموشکار. Nə mənə fərəmuş elə? Alzheimer'ə düçar olub? Onu demir. Bu iki yadından çıxar, etdiklərin namazda tapar, onu deyir, onu demir. Bir xaslı bir fərəmuşkardır. İndi ki, yazıyıq, bu nəzir fərəmuşkardır. Vəqti bir gruh xasi az mərduma ki, yəni mərdum ki, fərəmuş elirlər, onlara dadızdıraq, rəhmətən bir rəhməti, min bədi zərraə məssədhum, məxsən bəd əz bədbəxti ki, buna yetişmişdilər, bəd əz bir zərər, bəd əz bir giriftari. Yəni, bəzi insanlar var ki, giriftarlıqda gir eləyiblər, giriftar olublar. Vaxtı ki, biz buranın giriftarlığın bərtərəf elədik, bəd əz bərtərəf kərdəni bunların giriftarlıqları, bunlara quşayiş gətdik.
refah və asayiş gətdik, dadızlıydıq, yəni buranın ixtiyarında qoyduq, iza. Birdən-birə, bu izay fucaiyədir. Birdən-birə, bir tur nagihani, elə bu da bir ittifaq çıxıyor, elə bir zəlzəl olur, elə bir ateş fişən olur, elə bir tufan olur. Nagihan hadisədə də yox. Elənki bir ittifaq çıxacaq, yəni bu tabloda bir bir ateş fişən olacaq, ya zəlzəl, o ləhzə bir zəlzələ titriyəcək, bilənki bir zətdə olur. Birdən-birə, ləhum məkrun, bunlara bir şeytani fikir verir. Bunlar istəyirlər məkr eləsinlər. Məkr eləsin, yəni bədəndişli elirlər. Bunlar olurlar hoqqabaz. İnsanı ki giriftar edir, giriftarlığın bərtərəf elədik, indi yetirmişik nan-ı nəvaya, oğuz ləzzətdədir. Məkr ya nə mənə? Yəni yadından çıxartdı ki, necə giriftar olmuşdur. Bu da məkrin mənası budur. Çünki insanı fəramışlığa yadımızdan çıxartmıyor. Yadından ki, necə yalvarı idi Allah'a. Necə ləli idi. Vaxtı ki, giriftarçılıqdan sonra bu asayişdədir, rifahdadır, naz-ı neymətdədir, tamam müşkilat yaddan çıxartdı. İnqar nə inqar? Fi ayatina, bizim ayatımızın muridində başladı şeytanəti, məkri. Halı sazalandan sonra, keyfi sazalandan sonra be qol cəddilər, yavaş-yavaş başlayır nəqd eləməyə, irad tutmağa. Yavaş-yavaş deyir ki, o Quran gətirəndə bir şəxsmiş də, oradan gəlib, gördü ki, cəmaat məsələn, fərzi buyurun, qəhti var, aclıq var, deyə oruç tutun. Həzrət Rəvan şinası bərrəsidir, Həzrət Cəmə şinası özünə bir təhlillər eləyib, sözlər deyir ki, bizcü ki, adi tələq eləsin Rəsulullahın nehzətin, Rəsulullah da bir fərd adi, nəhayətdə bir dənə bir musli ictimai olsun ki, bəzi mövqədə toğliyibdir, uşaq başlarıyıb. Məkridər ayatına, yəni bu ki, gəlin nəcüsə tövcih edir, bizcü ki, İndi bu xoşluqda kef eləsin. Ax, yetişib narı nəvaya. Yadından çıxdı necə giriftarıdır. Yadından çıxdı ki, necə bir qırandan ötüb məli idi. Kəttilər yaxşı misal vuran. Mən bir dənə kəttidən bu misalı öyrəşmişəm. Aysa fərz eləmişəm. Kəttilərdən o şeylər ki, mən öyrəşmişəm. Əflatunun Ərəstudan soxulması da az deyil. Deyir ki, bir dənə gahdan oluyor da bu kəttilərdən, kətti deyir hamına ki, kətdən qatıyı şəhərə, şəhərdən də qatıyı böyük şəhər Tehrana. Bir müddətdən sonra bir gəlir, qonaq gəlir, ya da bir nəfədə özü ilə qonaq gətir. Gəlir vardı, kənd olur, bir poz verə-verə, yox, bir də məsələn, əmican, ya atacan, bir də dincə haçiyə bu məsəldir, kətdilərin içində, düzdür? Hər kəs kətdilə baxır, dincə haçiyə, dincə bilirsiniz da, nə mənadır? Müxtəlif şeylər dincə olur, ayam olasıdır. Qalaq bizü ki, yəni məsələn, təəccüb edir, elə bir plan içində böyüməyib, elə bir ki, məsələn, yox, onlar cizdən panca, yəni ki, zəmidə, bostanda o daşları yığarlar, kələh düzərlər, onlar kələh də deyərlər. Neçə şey dincə düzür, ağalar nə bilirsə, əməmiz nə bilirsə dincə deyir. Kətdə məsələn, bu cür heyvanatın məzəsi, peynindən sonra bir şeylər düzəldərlər ki, qışda və s. cərma edir, istifadə edirlər. Bir olar bu cür şəkildə poştlər düzəldərlər, yığarlar ki, qayda gələnə tökülsün, oranın içində bir, özdə oranın sazəndələrindən imiş. İndi gəldi ki, dincə hatiyə. Yəni ki, məsələn, daşları zəmidən yığıblar, orada bir poştlər düzəldiblər, ona kələh deyərlər, indi dincə. O da qeydib cavab edə, cavabı münasibdə bu cələsiyə Qurandan ki, bura o dincələr ki, filan olur. İndi bu, dincə hatiyə. Bu, dünə nəzən yalvar idi. İndi ki, vəzi xoş olub, indi bu tablo zehni üzəsi, indi bu film ediyor. Gör, nə əcibə bir film olur.
ki deyik İza lehum mekrun fi ayatina mefhumu budur ki yani gəlib bizim ayatımıza razı elə bir kinayəli sözlərdir, döfəli sözlərdir. Deyir ki, bunlar nə mənədir? İsti irad tutsun, nəxşə çəkir, isti etibardan salsın. Qol, ya Rəsulullah, belənki bir fərdə ki, gözəşdəsən fəramış eləyib, qınından çıxıb, qının bəyənmir, bu adamı ki, dünənəmsən giriftar edir, indi yadından çıxartdı, çün, quşun üstünə, mənəsin üstünə yağ gəldi və hər dalı yaddan çıxartdı, bu nədir, nə? Dadaş, çox sürət getmə, özvü itimə, Allahu əsrə o məkrə. Allah istəyən, məkr eləyə səndən səriytərdir. Yəni, bunu istəyə səndən müqabil və misr eləyə, bu məkrin bu da mənasını istəyən mücazat eləyə, laf sürətini əməl eləyər, ha. Çox tük getmə. İndi bir parantez asası yox, bir dənə mənsvuruq. Yəni, əmma Allah təslim tutmayıb ki, sən kimin tez özün itirənləri bilafasla tutsun. Qabaqçı səfədə oxudu. Allahın təsmimunadır ki, sənə möhlət versin. Bəlkə adam olasan, bəlkə tövbə eləyəsən. Axirül əmr, axir çarə olmasa bəli. İndi parantez bəstə İnnə rusulənə yaktubunə ma təmkurun. Nə qələt dartirsuz bizim firiştələrimiz yazıyor. İndi firiştələrimiz yazıyor ki, bu güzəştəsini fəramuş elədir. Bu fəramuşkar insan. Tabloyu, insanı fəramuşkar da. Gör nəzi təsvir bərdaridir. Gör nəzi təsvirgəridir. Gör nəzi təsvir sazıdır. Kaş mən hünərmənd olsaydım, bu cüz ittilatla ki varımdır. Vəllahu buna bici bəyan elərdim, bici təsvir elədim, bir də mat-ı məbud qalardım. Çünki mən hünərmənd deyələm, ona ki, bunlar kamilən bunun təsvirin doğruldanmayacaq. Buyurur ki, dadaş, həvası cəm olsun ha, tük getməyin ha, qorxudur ama, yazırlar ha. Bu da Rusuldan mənzur firiştələrdir. Firiştələr göndərmiş ki, dövrbəriz, əhatolu firiştələrlə ha. Bir qətriyə zəmin yoxdur ha, bir nöqtiyə zəmin yoxdur, xaləz firiştə olur. Onlar yazırlar amma təmkuruna tərcüməsi, behtərin tərcüməsi budur ki, bu qələtlər ki, siz dartırsınız. Bu nəxşələr ki, biz çəkirsiniz, bu qələt sözlər ki, ayatı Qur'anlara razı deyirsiniz. Bu qələt təhlillər ki, Resulullah'a razı bəyan edirsiniz. Deyirsiniz ki, bu Qur'an-tan özümüzdə deyə bilirik. Huvəlləzi bu Allah'ı ki, çox sürətlə eləyə bilər sizi məhvə nabud eləsin. O bir şəxsidir ki, yusəyyirukum fil bərri vəl bəhr, sizləri xoşgidə və dəryalərdə seyr verir. Yəni, imkan-ı seyr o hərəkəti sizi mühəyya edir. Allahın vücudu ilə, Allahın vəsiləsi ilə, Allahın tədabiri ilə gedirsiniz, gəzirsiniz, dolanırsınız. Tutar ha, həvası cəm olsun ha. Hər yerə geçsiniz, niyazmənd və Allahsınız. Siz bu Allah'ın siz nəqd eləyəsiniz. Siz bu Allah'ın Peyğəmbərin, Allah'ın Rəsulünü siz məkr eləyəsiniz, etibardan salasınız. Amma yenə də qorxuduyuq sizi, yenə də deyirik. Elə bir yaduzdan çıxdı, qoy yaduza salaq. Ayəndə də güzəştəki ittifaqın ta düşəcək ha. Buyurur ki, hətta izə kuntum fil fulki, biləxərə siz dəryalərdə, xoşgilərdə mümkündür gözəriz, dəryadan düşər, dəryada əyləşəsiz, kəşdidə və cərəynə behim və kəşdidə bunları hərəkət verər. Cərəynə be hərəkət verər, hem bunları berihim be vəsilə bi bade təyyibə, yəni mülayim, dilnəvaz, gözəl yelinə. Yel hərəkət verir bu kəşdiyini. Diqqət et, bu indi bir film ola. Bu indi o tabloda ola bilər ha. Və fərihu bəha, burada nəzir şadlıq eləyirlər, deyirlər, nə qəşəh kəşdiyi, nə ləzzət verir. Kəşdidə hətta eləyə bilir, filmə baxa, futbol oynayaq. Orada da özümüzə mümkündür ki, bir sərgərmi düzəldək, müvəqqətən lazım olsa, orada bir
bir nəfər də siğə eləyək, məsələn, keyf eləyək, asadlıqdır da, məsələn, bitdə də budur. Hə, indi bu ləhzə ki, zəətha rihun, birdən-birə rihun asifun, bir tufani el gələ. Tufani elin dalıca və cəəhum həmlə eləyə bunlara əl-mavzu. Yadınızdan çıxmasın, biz bir də tabloda yox, bir də filmdə yox, filmin içində yox. O ləhzədə bir də mavzu həmlə eləyə bunlar. Cəənin bir də mənası həmlədir. Həmlə eləyə bunlara bir mavzi min kulli məkan hər tərəfdən. İndi tufan, əmvac və zənnu. Bu da zənnu yana mənə yəqin mənasınadır. Çünki səhnə, mövqeyyət bizi yəqindir. Adam ehsası yəqin eləyəcək ki, indi bu ənnəhəm ohitə behim ki, bunlar bu mövzularla, bu dəryanın vəsiləsinə, bu tufanın vəsiləsinə əhatə olub qərq olacaqlar. İndi bu yəqin eləyəndən sonra onda haluzu soruşacaq. Onda necə olacaq? Dəəvullahə muxlisinə ləhuddin. Ayəndəni deyil ha, bu təsvirdir. Əvvəl qozəşlərindən başlayın da. Onda siz, din yəni burada dinin neçə mənası var? Maliki yevmiddində o da din ayrı mənası var. Quranda neçə mənası var? Burada din yəni ibadət, bəndəci. Burada xalisanə Allaha bəndəlik edə bilirlər. Çünki iş yaşdır. İş yaş oldu, fitrətdə də ki bir hissiyat var, rişəsi də fitrətdə var, başlar Allaha yalvarmağa. Həman cənavarlar ki, üstə məkrilidirlər. Həman cənavarlar ki, nəqdilidirlər. Həman əfradi ki, sidə deyər ki, baba, nə Allah, nə behiş, nə cəhənnəm, kim cəhənnəmdən xəbər getdi? Bunlar deyiblər ki, bunları sərmayədarlar tolid edib. Ta kasıfların başına beh qoysunlar. Marksizmin təhlili dindən budur. Deyir ki, sərmayədar dini tolid edib. Ta bunlara umidi var eləsin ahirətə. Bu dünyada bunlar bir din vəsiləsi ilə aramış tapsınlar. Din təryacdır. Din və mənzili məvaddır, müxəddirdir. Təxdir eləsin. Ta bunlar inqilabdan sağlasın. Ta bunları mutad eləsin. Bir sürülə geçsin aləmi rüyada, xiyalda, özünə zindəcanlıq eləsin. Bu Marksizmin təhlilidir. Əlbəttə, tuyu parantez, bəzi də düzdür ha. Çox da hamısı da qələt deyil. Bir miqdarı kəsir az əqaidi, besilah məzhəbi, kəsə dininlə irtibatı yoxdur, elə olsun. Munta o mətləbi təmin veriblər. Vəli vaxən din həqiqətində bu deyil. Həqiqətində dinin inqilabı bizatdır, din ziddi təxdirdir, dinin əslən şüruu beysətdir, beysət yəni icad-ı inqilab, icad-ı təhvval. Bəli, xub, indi Allah'ın Quran təfsir ayrıdır, mütəfavitdir onların təhlilinə. Buyuruyor ki, bunlar dəəvullaha muxlisinə ləhuddin, din yəni bu da bəndəci, bunlar çünki iş girdədir, iş yaşdır, giriftar oldular, vaxən əstəhidir o ləhsə, xalisanə Allaha bəndəli edirlər. Və belə deyirlər, o da dininlə, lə'in ayəsində bilək, yəqulunə düşübdir, belə yalvarırlar Allaha. Allah'ın götürürlər dərgah ilahiyə, deyirlər ki, lə'in ənzəytənə, Allah boş vad olana. Əgər bizi nəcat versən min hazihi bu bəlada, bu giriftarçılıqlardan, indi genel tablonun içindəyik, görməsən bunu tablo eləyəsən, bizi yalvarırlar. Əgər bizə buradan nəcat versən, lənəkunənnə, and ola sən əzəməti və, and ola öz canımıza. Bu and haradadır? Orada lam o nun, qayda budur. Hər feildə, hər cümlənəmdə, iki dənə amili tərkib olsa da bir dənə qəsəm var. And ola Xudaya sən əzəməti və, and ola ağamızın ruhuna, biz olacağıq, olluq minəş-şakirin, düzgün bəndələrdən, şükürgüzarlardan. Bu şakirin kəlməsi o əvvəldəki o məkri tozih verir.
ki اذا لهم مکر فی آیاتنا یا نمنه. یعنی biz وقتی که bunları qeyd etdik əvvəl sətrə, o məhkin kamilən mənasını deməmişdim, bir bəzi mənalarını dedim. Məhkin bir mənası ədəm-i şükrdür. Vəqti ki biz bunları bədbəxtçilikdən sonra cəhdik nanı nəvaya yetiduq, intizar var idi ki bunlar gələr təşəkkür eləyələr. Şükür guzar olarlar, deyələr Xudaya biz idik ki zərra, yəni zərərlər, bədbəxtçiliklər bizi əhatə eləmişdi. Xudaya təşəkkür edik o zərərləri, o bədbəxtçilikləri, o müsibətləri pardon, indi nanı nəvaya yetişdik. Bunlar cəhsəb təşəkkür edirlər. Becaya təşəkkür ya yaddan çıxartdılar, ya başladılar nəqd o intiqada və iradçiliyə. Hacı Haşimin fərmaşı bu. Nas ki, bəzi nas... Bu da bəzi nasıdır. Yine vəzinə əl-İslamı götürüb, əl-İslamı götürmək bəzi şəhət. Bəli, bəli. Əl-İslamı götürmək budur ki, tamamı nas deyil. Tamamı nas olsa ilə əvvəldə İmam Peyğəmbər də yanı tutar. Ona ki, əvvəldə əzilənir ki, nası çamımı tanır. Bu nası gətirib əl-İslamı yapışdırıb müərif edir. Yəni bir qruh xas, bəli. Xob. Əl-İslamın müxtəlif mənalar var hacı. Bəzi də əl-İslam bir məni kulludur. Bəzi də bir mənayı qeyri kulludur. Bu da qeyri kulludur. Fərmaşdır. Ayədə bu Allah ki məkr edəməz. Allah məkr eləməz. Müşakirədən işlər. Bəli. Allah məkr eləməz. Bu da o məkrin kəlməsini inşallah işlədib. در واقع istəyir ki siz bu məşqdə zirəhli eləyəsiniz. Allah sizdən zirəhtərdir. Bunu da olan öz kəlməsini işlədir ki, buna bir sənəti var. Elmi, fəsad və bəlağətdə o sənətə deyirlər sənəti müşakəli. Düzü müşakəli. Amma deyirlər müşakəli. Xob. Sonra buyuruyor, hənuz tablo əvvəlin içindəyik. Tablo əvvəl qutulmayıb. Fələmma əncahum, bu fəramuşkar insan, bu xəbis insan. Vəxt ki bu insanı ki Allah deyir ki özüm qol vermişəm də, demişəm uduni əstəcib ləkun. Allah deyir mən xilafı qanun kəmər eləmərəm. Mən bunlara demişəm ki bəyəşənə mən bu Allah'a, mən bəndələm, hər vaxt giriftar oldum. Mən sonra mən icabət eləyim. Deyir mən də icabət eləyəcəm. Fələmma əncahum, vəxti ki Allah bunlara nəcat verir, izacinə bidənbiyə. İzacinə fucayədir. Nacihan, yəni qeyri-müntəzirə. Hum yəbğunə fil-ərzi bi-qeyril-həq. Bunlar yer üzündə toğyan edirlər. Yəbğunə, bu da yəni təcavüz edirlər, toğyan edirlər. Bi-qeyril-həq ki, əslən şaistədərdir bu ittifaq ki, baba bu siz giriftarıdır. Sizi giriftarçılıqlardan qutaranda haqqı nə idi? Haqqı buydu ki, bu bəndəlikdə, bu adamlıqda sabit qədəm olasınız. Sizdən intizar از شما انتظار میرفت که به سالهای سال حسابه bir 5 yıl 10 yıl bir müddəti baba yadınızdan çıxartlar dünənki o müsibətdə. Amma bu ki eza birdən-birə elə yetişdi ki zada sahilə elə gəldi ki evin tapdı, bir pənah tapdı, yaddan çıxartdı. Bu insanı fəramuşkar. Aya tamam insanlar bu cürdür? Tamam insanlar bu cür olmaz. Onda müminlər, müttəqilər və heç olar. Vəli əksəri mərdum mütəəssifana bu cürdürlər. Buyurur ki, ya əyyuhən nasu, girəz nas ilə həmən mərdum. Ey mərdum, bilin ha, innəma bəğiyukum, əla ənfusikum. İndi siz toğyan elədiniz, indi sərkeşli elədiniz, getdiniz əvvəlki halətizə, yaddan çıxartdınız, bu yaddan çıxartmağı, ağalar, bəği, toğyan deyir. İnqilab əleyhi həqiqət deyir. Bu inqilab əleyhi həqiqətin əla ənfusikum, yəni zərərcə tamam olacaq, özdə zərər, Allah'a zərər eləməyəcək. Siz nədən xatə bu işlər görürsünüz? Mətaət dünya, mətaət dünyəvidən ötür, iştibah edirsiniz. Mətaət dünyəvi indi aşağıda təsvirini çəkəcəm, tablosunu deyəcəm, çəkəcəm, filmin nişan verəcəm sizə.
Ax bu zindagi dünyayı nə mənədir ki, siz bundan ötü bu qədər 180 dərəcə, 360 dərəcə çərxiz edirsiniz. Sümme ileyna merciukum. Əsas bunlar hamısı bir tərəfə. Baba bilin ha, biləxirə axırda həm gəlib bizim məsələmizdən keçəcəksiniz. Dadgah ədl ilahiyə ehsar olunacaqsınız. Sizin müraciətiniz dadgah ilahidə olacaq. Fənunəbbeukum. Onda biz sizə xəbər verəcəyik. Mu be mu. Ləhzə be ləhzə. Bema kuntum təməlun. Əməl kərdiniz. Neynibsiz? Deyəcəyik. Onda utanacaqsınız. Onda zob olacaqsınız. Onda biçar olacaqsınız. Özünüz bilərsiniz. Bu tablo qutuldu. Amma burada mətaət dünyadan söhbət oldu. İndi bir tabloya cədid. Vaxtımız oldu, söyləyəm bu tabloya cədidi, filmə cədidi səriyəsiniyəm. İndi burada bir ayrı bir tablo çəkilir ki, o tabloda bizə zindagi dünyayını, həyatət dünyanı, zindagi dəmi dəsti ki, əlimiz uzaldıq, rahatı ondan istifadə edirik. Hələ o zindagi uxrəvi uzaqdadır. Bunlar nə üçün bu deyirəm ki, o dünyanı pəst istəyəm, mənələməyəm da. Dünyanı istəyəm, xaşırım. Dəmi dəst yaxındadır. O ki, mənələyəm. Buyur ki, mərdum bilin, ha, nəyə bənzər? İnnəmə məsəlul həyatət dünya kəmmain. Zindagi dünyayı benzer suya. O yoxsudur ki, qəşəhdir da, ha? Xeyr, deyəcək, suyun ilə hər cəhəti qəşəh olmaz ki, suda minnə müşkil var. Rəhmanı, bu su ki, maye həyatda, adamı boğa ilə, üstəkilə boğuluydular da, suda yalvardılar Allah. Bu su ki, maye həyatdır, bu su ki, zindagi bəxşidir, bu su ki, olmasa həyat tətildir, həman eləyə bilər, bəlayı can olsun və onda da zəəflər var. Elə fəqət təvəccüh eləməyin onu. O görəsən bir sel gəldi, həzrdə faydı. Bir oğad yağdı, damla yaxdı üstünüzə. Və bu suda da bir dənə bir xasiyyət var ki, onun eybidir. Minlər qəşə xasiyyət var bu. Bir də budur ki, hər zadə ləhzə idi, zud quzərdir. Suyun eybilərindən də budur ki, hər nəş görür, ləhzə idi. 5 dəqiqədən sonra yoxdur. Qoy gün qabağına yox olsun. Bir livan suyun olsun, bir dənə sikkən olsun. Düzdür ki, sikkəni usson diri qalmayacaqlar, amma su adamı diri qısaqlar. Amma o su 5 dəqiqədən sonra yoxdur. O su bərahəti buxar olub gedəcək. Zud gözəldir. Su ba tamam zibayiləri, su ba tamam kemalatı, su ba tamam əhəmmiyyəti, hər zadı ləhvəyidir, anidir. Deyir, zindagi dünyayı da suya bənzir. Çox vabəstə olma. Gedəcək. İndi baxaq ki, bu su neyini? Ənzəlnəhu minəs-səmai. Bu suyla göydən ki nazil edirik. Bais olacaq ki, fəxtələtə behi nəbatul ərz. Bu su bais olur ki, yer üzündə ruidənilə göyərsin. Olar, bütün göyərsin, bir-birində müxtəlit olsun. Cinsinə, bir-birinin qarnına və yeri nə qədər gözəlləndirsinlər. İxtələtə, yəni bu su bais olacaq, yer göyərsin, o göyərmişlər bir-birinin cinsinə qarnına, bir-birinə dolaşsınlar. Gözlü ağaçlar bir-birinə təncələ nəzüyüb dolaşır. İxtələtə mənası dolaşmaqdır. Mimma yəkulun nasu vəl-ən'amu. Məsələn olan, bəzisində siz yiyirsiniz və heyvanatınız yiyir. Ki bu su olmasaydı, o ruidən ilə də olmazdı. Yəni, maye həyat nə mənədir? Sudur. Su sizə zindəcanlıq verir. İndi dalınısına qulasın. Hətta bu su bais olacaq ki, İza birdən bir görəcəksiniz ki, əxəzətil ərzu zuxrufəha ye və zəyyənə. Hətta, ayəsə bu getimində bunda işidib gedəydi. Hətta
əxəzətil ərzu zuxrufəha və zəyyənət buyacaq. Yəni bu mənası budur ki, ta yer bir dənə gəlin kimin bəzənsin. Zuxruf, yəni təlavacəvarat ki, insanlar, xanımlar məxsusən, gəlin məxsusən, əruz xanımlar arayış ediblər. Və zəyyənət, müxtəlif. Bir dənə sübdən gəlini indi işkəncə verirlər. Gəlini süb tezdən aparırlar, axşam o zaman bir dənə 10 saat onun üstündə işləyir, manol verir. Girim eləyir, əntiqə nəqaşilər, əntiqə rəhlər, filanlar və kəlanda pullar və sabıqdan da Quran cəsiniz olmasa, məsələn, indi mən bir dənə araşqadan ad verədim ki, bir dənə deyir ki, nesə? 900 bin lira. Hazar 900 bin lira. Naqabil. Yaxşı, qalıb damara haca, görəkədir. İndi milyonlar söhbət edir. Bəli, bəli, bəli. İndi bir dənə araşqah var Təbrizdə ki, deyir ki, ərusları, ay mühəndis, oğlu evləndirmə. 2 milyon gətir, mən bəzəyəcəm. Dalısına bax. Sabahlama, yuvacaqsan gedə. İndi o qismətə təvəccüh edir. Yuvacaqsan gedə. Ta bu yer gəlin kimin bəzənəcək? Diqqət buyurun, fəxtələtə beyi nəbatul əz filan. Buyurur ki, və izə, o tabloda yoxa, o filmdə yoxa, izə əxəzətil ərzu zuxruf fəha, yer qızılların salıb, əxəzətil ərzu, yer qızılların salıb, ələm qulağı salıb, özün bəziyib və zəyyənət arası oldu və zənnə əhluha, indi bu damad, indi əhluha damad deyər, nə bəsər bir şey var, nə çoğalı, nə işbuzu bir şey Allah xəlq eləyib, əhli də damaddır, ənəhum qadirunə ələyha, nə ki istəsə bu gəlindən istifadə eləyəcəm. Damadlar da, insanlar da bu yer üzündə deyirlər ki, bu gəlindən, bu arastə gəlindən neynəsə istifadə eləyəcəyik. Hayır, zəminə və bunun hamısına, əleyhə zəmini müzəyyənə, zəmini arayışlər deyə. Buyurur ki, elə bidəm vəcəsən, ətəha əmrına leylən o nəhərə. Gecə ya günüz bizim əmrimiz gəlir. İstəyir ki, bir bəla götürür, bir də yeri gəlir. Bir dənə bir tufani gəlir. Yəni, məsələn, ərus gedir, istihmam eləyir. Ərus xaman, baba, dərcədə bir duşdaya tutmuyor. Yavaş-yavaş istəyir ki, bir dənə bir yağışına, bir iş görüyor. Yaptı. Fəcəlnaha həsidə. Onda tamamı bu zivərə alatı biz həsid eləyirik. Yəni, dero eləyirik, biçiyik, saman eləyirik, tökük yerə. Onda yavaş-yavaş güzəlsən ki, ərusun salat quyluğa çıxdı. Dəstəndə çıxdı. Baba, bu çopurmuş, bu işləyiblər bunun üstündə. Ondan heç oldu. Baba, bu cürdür, bu xəş getdi, batdı. Buyurur ki, biz bu yerin, bu zinətlərin həsid eləyirik. Həsid yəni deroşudur, məhsud mənasındadır. Sifət-i müşəbbə mənay məhsud. Kəən ləm təğnə bil-əmsi. Elə bir ki, dünən bu cür zivər o alat halında qaim bərxod dəldi, bərpa dəldi. Ləm təğnə elə bir belə dəldi. Biz bunu dero eləyirik ki, elə bir baba, dünən iş bu cürdə. İndi alat, baxın, bəzi zəncərlərlə İranda da ittifaq düşdü. Bir dənə qəflətlə, ya bir dənə tufanla, bir yel ilə ağac ağacının üstünə düşür, oradan o çıxır və zəncər heç olur. O gözəllikdə zəncərlərə. Mən 10 il bundan qabaq Tazabı dürbünlə mod olanda dürbünü almışdıq, getdik, bəzi yerlərdən film götürmüşəm, bir də o Kəleybənin zəncərlərindən film götürmüşəm. O zəncərlərə baxıyorum, o da mat-ı məqud qarı. Hələ zəncərlər, ayı bir o gözəlliklə. İndi görsən ki, bir dənə bir ittifaqına o təbdil olur nə mənə? Deyimi bir yerlərə təbdil olur. Buyurur ki, indi bunu gördünüz, kəən
lem təğnə bel'əms. Elə bir dünən əyə usta dəldi. Bunu ki, dadaş, zindigi dünyayı da bucuydu ha. Bu tablodur ha. Əvvəldən qeydət edin əvvələ. Bizdən tablo istəyirsə ki, zindigi dünyayı bənzər buna. Ki, heç ilə, yəni pabərza deyil, qaim, bəsə bərxud deyil, qiyamı. Sebatı ləhzeydi. Kəzalikə nüfəssilul ayatı. Kəzalikə demişik, məful mutlaq vərəy fe'li məhsuf. Yəni, nüfəssilul ayatı təfsilən. Kəzalikə bu da müadili təfsiləndir. Yəni da Allah bu da bundan gözəl təbir eləmə olmaz. Heç kəs eləyə bilməz zindigi dünyayını. Allah özü buzu buyurur. Məful mutlaqın mənası budur. Heç kəs eləyə bilməz bu zindigi dünyayını. Bu cür gözəl tərsim eləsin. Kazasında o çarpıda feil yapacak. Bəli. Nüfəssilu. Daldakı feil onu tozih verir. Kəzalikədən sonra mən gəlib, nüfəssilu. Deyəcək ki, kəzalikən kötəyəcək. O yenə qoyacaq ki, nüfəssilullahu təfzilən. Onu qoyduq yenə. Nüfəssilullahu nüfəssilul ayatı təfsilən. Deyib, biz həqaiqi belənki təfsil eləyik. Təfsil eləyik, yəni fəsli be fəsl. Cümlə və cümlə. Şərh elədik. Amma kimə? Bu sözə kimə dedik? Nə mənən Qurana Yasin oxuyuruq. Tuyu parantez, mütəssifənə bəli. Məcər ənqoşşumari ki, yətəfəkkərun, ola fikirləyirlər. Hər kəs fikirləməsə, hər kəs düşünməsə, elə bir Yasin'i harada oxudun. Heyf olsun ki, az istifadə edirlər. İnşallah siz mütəfəkkir olasınız. Bu həqaiqdən, bu tabloyu ki biz tərsim elədik, bu film için nişan verdik, bundan dərs ibrət olasınız. Çox vabəstə olmayın. Bu zindigiyi qozəradən ötür Allah'ı yaddan çıxartdın, müsibətlər yaddan çıxartdın, şakir olmadın. Vəllahu yəd'u ilə dar-ı səlamə. Zindigi dünyayı bu cürdür. Elə bəzəhli gəlinə bənzər. Zindigi dünyayı bəzəhli gəlinə bənzər ki, bir soğuk dəməklə, bir naratçılığına, bir cüz'i bir nəxoşluğuna, cüz'i bir əsəbani olmaqla, o bəzəhli, o gözəl gəlinə bir hislənir. Bir də dərxastı bərabərdə olmasın, gün bir sənə tuşasa gör nə olacaq? Gün bir sənə bir orada naratçılıq gəlsə, əsəb bərəksi olacaq. Zindigi dünyaya da o cüzdür. Bənabərin nəyəmuna vabəstəsiz. Velliyün, gəlin dar-ı səlamə tərəf. Allah sizi dəvət edib be xane-i səlaməti. Behişdə ki, orada səlamətlik var, orada ölüşləmək yoxdur, orada bu zinətlərin getmağı yoxdur, orada heysat müvəqqəti deyil. Bu tablo istədi deyək ki, zindigi dünyayı ləhzəyidir, müvəqqətidir, pabərca deyil. Amma xane-i axirət pabərcadır, orada səlamətlik həmişəlikdir. Və yəhdi mən yəşə ilə sırat-ı müstəqim. Hər kəs buradan dərs alsa, mütəfəkkir olsa, adam olsa, o gələr təhti bir qanuni xası gərtəfar, onda Allah bunu da götürər, hidayət ilə bir sırat-ı müstəqim. Xoş, qutardıq, gördük sizi, bəşlərsiz, haca dua eləyəcək. Mən qutarıyam. Əssəlamu aleykum və rəhmətullah və bərəkətuh. اللهم صل على محمد وآل محمد اللهم صل